Son dəqiqə xəbəri ilə qarşınızdayıq dostlar. Abola nəşrinin yaydığı məlumata görə Peru məhkəməsi Andres Iniesta'ya 500.000 avrodan yuxarı bir məbləğdə təzminat davası açıb. Belə ki, Peru məhkəməsi iddia edir ki, Andres Iniesta özünə məxsus olan şərab evi üzərindən Perulu biznesmenlərlə müqavilə bağlayaraq onlara qarşı dələduzluq törədib və bu dələduzluğun sayəsində, yəni bu dələduzluqdan sonra 20-yə yaxın Perulu iş adamı əziyyət çəkib və onlara müqavilədə göstərilən şərtlərə əməl edilməyəcəkləri ilə bağlı məlumat təqdim olunub. Andres Iniesta'nın özü isə bu məlumatları yalanlayır, bildirir ki, belə bir situasiya yaşanmayıb və bunlar hamısı bir şayədir. Nəsə bu haqda yeni bir məlumat olsa, sizlərə son dəqiqə məlumat çatdıracağıq. Dinlədiyiniz üçün təşəkkür edirik. Son dəqiqə xəbəri ilə qarşınızdayıq dostlar. Abola nəşrinin yaydığı məlumata görə Peru məhkəməsi Andres Iniesta'ya 500.000 avrodan yuxarı bir məbləğdə təzminat davası açıb. Belə ki, Peru məhkəməsi iddia edir ki, Andres Iniesta özünə məxsus olan şərab evi üzərindən Perulu biznesmenlərlə müqavilə bağlayaraq onlara qarşı dələduzluq törədib və bu dələduzluğun sayəsində, yəni bu dələduzluqdan sonra 20-yə yaxın Perulu iş adamı əziyyət çəkib və onlara müqavilədə göstərilən şərtlərə əməl edilməyəcəkləri ilə bağlı məlumat təqdim olunub. Andres Iniesta'nın özü isə bu məlumatları yalanlayır, bildirir ki, belə bir situasiya yaşanmayıb və bunlar hamısı bir şayədir. Nəsə bu haqda yeni bir məlumat olsa, sizlərə son dəqiqə məlumat çatdıracağıq. Dinlədiyiniz üçün təşəkkür edirik.